Salam aleykum dostlar, xoş gördük. Hər vaxtınız xeyirli olsun. Bildiyiniz kimi bugün Azərbaycan Respublikasının Baş naziri müavini Samir Şərifovun başçılıq elədiyi nümayəndə heyəti Suriyada rəsmi səfərdədir və Suriya prezidenti Əhməd Şara ilə görüşüblər. Həmçinin Samir Şərifov Suriyanın energetika naziri, sənaye və iqtisadiyyat nazirləri arasında da görüşlər təşkil olunacaq və Azərbaycanla Suriya arasında bu sahələrdə əlaqələrin inkişafı müzakirə olunacaq. Və mən istəyirəm bu münasibətlə bugün Suriya-Azərbaycan əlaqələrindən danışam. Bildiyiniz kimi Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra ilk dəstək açıqlaması verən ölkələrdən biri də Azərbaycan oldu. Hətta yaxın şərqdə nüfuzlu regional güclərdən sayılan Saudiya Ərəbistan, Birləşmiş Ərəb Əmirliyi və bir çox Ərəb ölkələri Suriyanın yeni hakimiyyətinə dəstək açıqlamalarında biraz ehtiyatla yanaşsalar da Azərbaycan Türkiyədən sonra Suriyanın yeni hökumətini dəstəkləyən az-saylı ölkələrdən biri oldu. Çünki bir çox ölkə düşünürdü ki, Suriyada proseslər hələ yeni başlayıb, yeni hökumət başqa bir qüvvələr tərəfindən devrilə bilər. Çünki Suriyada çox sayda silahlı qüvvələr, silahlı qruplar var müxtəlif ölkələrin nəzarətində və buna görə də yaxın şərqdəki o siyasi güclər Suriya mövzusunda biraz ehtiyatla yanaşır. Lakin Azərbaycan çox mühüm və strateji bir qərar verərək Suriya məsələsində ən tez dəstək açıqlaması verən ölkələrdən biri oldu və bu da bizə göstərdi ki, əslində Azərbaycan diplomatiyası yanılmadı. Suriyada qısa müddətdə Əhməd Şara liderliyindəki yeni hökumət bütün problemlərin böyük hissəsini həll elədi. Müxtəlif silahlı qruplar dağıdıldı və onların silahları orduya təslim edildi. İsrailin layihəsi olan Duruz problemi, Durzilər deyilən bir topluluq var Suriyada, Suriyanın cənubunda yaşayır. Bu problem həll olundu. İranın təxribatı olan Ələvilərin ayaqlandırılması, ayağa qalxması məsələsi həll olundu. Suriyanın sahil bölgəsində, Laskiya və Tartus bölgələrində İranın təxribatı ilə hərbi çevrilişə cəhd edən Bəşər Əsəd qalıntılarından ibarət silahlı qruplar yatırıldı və Suriyanın bir çox problemi 4-5 ay ərzində həll olundu və yeni hökumət artıq indi daha güclüdür. Və bütün bunlar bizə göstərdi ki, Azərbaycanın Suriya məsələsində verdiyi qərar əslində tələsik bir qərar deyildi, doğru qərar idi. Yeni hakimiyyət dəyişikliyi sonrası Azərbaycan prezidentinin tapşırığı ilə Xarici İşlər Nazirinin müavini Suriyaya səfər elədi. Azərbaycan 200 ton insani yardım göndərdi və daha sonra Türkiyənin Antalya şəhərində Azərbaycan və Suriya prezidentləri görüşdü. Həmçinin bu görüş zamanı müxtəlif məsələlər müzakirə olundu. Lakin mətbuatda bu məsələlər açıq paylaşılmadı. İngiltərədə fəaliyyət göstərən nüfuzlu təhlil mərkəzlərindən biri bu barədə geniş bir təhlil yazdı və Suriya hökumətindəki mənbələrdən əldə etdiyi məlumatları paylaşdı və həmin məlumatlarda deyilirdi ki, Suriya prezidenti Azərbaycan neft şirkətinin, dövlət neft şirkəti SOCAR-ın Suriyada fəaliyyət göstərməsinə maraqlıdır. Suriyadakı neft-qaz bölgələrinin Azərbaycan tərəfindən işlədilməsinə maraqlıdır və təbii ki, Azərbaycan prezidenti də bu təklifi müsbət qarşıladı. Bundan əlavə SOCAR rəsmisi hələ bir neçə ay əvvəl bildirmişdi ki, əgər Suriya tərəfindən təklif olarsa, biz Suriyada fəaliyyət göstərməyə hazırıq. Bütün bunlardan sonra bugün də Azərbaycan Baş nazirinin müavininin Suriyaya səfər eləməsi və prezidentlə görüşməsi onu göstərir ki, artıq bölgədə Suriya-Azərbaycan əlaqələrində yeni bir dönəm başlayır və bu yeni dönəmdə iki ölkə arasında əlaqələrin inkişafında mühüm işlər görüləcək. Digər tərəfdən mən bir məsələyə toxunmaq istəyirəm. Bəziləri düşünə bilər ki, Suriyadan bizə nə, belə şeylər düşünən insanlar var. Təbii ki, bu siyasəti bilməyən, bölgədəki siyasi gerçəklərdən uzaq insanlar Suriya-Azərbaycan əlaqələrini qəribə qarşılaya bilər. Lakin bir şey bilmək lazımdır ki, Suriya yaxın şərqin önəmli ölkələrindən biridir. Hətta Suriya yaxın şərqin ürəyidir deyirlər. Digər tərəfdən isə Suriyanı kontrol edən, Suriyada güc sahibi olan, Suriyada nüfuz sahibi olan, yaxın şərqdə güc sahibi olan, regionda güc sahibi olan deyə bir yanaşma da var. Bütün bunları nəzərə aldıqda Azərbaycanın
Suriya ilə əlaqələrini inkişaf elətdirməsində bu qədər istəkli görünməsi təbii ki, anlaşılandır. Digər tərəfdən Suriyanın köhnə hakimiyyəti, İran və Rusiya dəstəkli Bəşər Əsəd rejimi Ermənistanla ən yaxın əlaqələri olan hökumətlərdən biri idi. Hətta Suriyada ermənilərdən ibarət silahlı bir qrup var idi. Bəşər Əsəd saflarında döyüşürdü. Bəşər Əsəd dönəmində Suriya Ermənistan əlaqələri ən yüksək səviyyədə idi. Hətta Azərbaycan prezidenti bu barədə çıxışı da var. Deyir ki, Suriyadakı hakimiyyətin dəyişməsi bizi çox sevindirir. Çünki Suriyanın keçmiş hakimiyyəti Ermənistanla ən yaxın əlaqələr quran ölkələrdən biri və ya hətta birincisi idi. Digər tərəfdən Asala terror təşkilatının vətəni Suriya idi Bəşər Əsəd dönəmində. Həmçinin PKK terrorunun vətəni Suriya idi. Bildiyiniz kimi PKK-nın təlimlər keçməsi və Türkiyədə müxtəlif qətliamlar törədən bu qruplaşmanın qurulmasında Suriya rejiminin böyük rolu var. Dostlar, bir məsələni mən xüsusi qeyd etmək istəyirəm. Suriyada Bəşər Əsəd dönəmində İranın güclü olması, İran dəstəkli silahlı qrupların güclü olması Azərbaycana ən çox zərər verən faktorlardan biri idi. Bildiyiniz kimi Suriyada fəaliyyət göstərən Azərbaycanlı məzhəbçi militanlardan ibarət qruplaşmanın üzvləri sonradan gəlib Gəncə hadisələrini törətdilər. Azərbaycanda müxtəlif xaotik hadisələr törətdilər və bunların məqsədi Suriyada silahlanıb, təlim keçib güclənəndən sonra eyni təcrübəni Azərbaycanda tətbiq eləmək idi. Bildiyiniz kimi İran rejiminin bir çox ölkələrdə silahlı qrupları var. Livanda Hizbullah, Yəməndə Husilərdən ibarət Ənsarullah, İraqda Haçlı Şabi, Suriyada müxtəlif silahlı qruplar var. Zeynəbiyyun, Heydəriyyun, Fatimiyyun və Azərbaycanlılardan ibarət də silahlı qruplar var idi və bu məqsəd və bu plan çərçivəsində İran rejimi istəyirdi ki, Suriyada qurduğu Azərbaycanlılardan ibarət bu silahlı qruplaşmanın fəaliyyətin bir yerdən sonra Azərbaycana daşısın. Və bugün Suriyada Bəşər Əsəd rejiminin devrilməsi, İranın Suriyada alçaldıcı bir zərbə alması Azərbaycan üçün də mühüm idi. Çünki əgər bugün Suriyada İran rejimi, Bəşər Əsəd rejimi məğlub olmasaydı, bunlar bir müddət sonra həmin silahlı qrupları Azərbaycana daşıyacaqdılar və Azərbaycanda da Livan Hizbullahı modeli İranın əmrində olan bir silahlı qrup formalaşacaqdı. Və bunun üçün açıq-aşkar çağırışlar var. İnternetdə bu barədə çox geniş məlumatlar var. Bir çoxları da, yəni siyasi prosesləri izləyən bir çox şəxslər də bunu bilirlər. Həmçinin Nardaran və Gəncə hadisələri deyə məşhur hadisələr var. Bu hadisələr də əslində Suriyadakı İran dəstəkli o silahlı qrupların Şamdakı olaylardan təsirlənərək Azərbaycanda da belə bir həmlələr eləməyə çalışması idi əslində. Və bütün bunları düşündükdə Suriyada Bəşər Əsəd rejiminin məğlub edilməsi onu göstərir ki, bir tərəfdən Azərbaycan da böyük bir bəladan qurtardı. Yəni düşünə bilirsiniz, Suriyada fəaliyyət göstərən o məzhəbçi militanlar, İran dəstəkli məzhəbçi militanlar eyni təcrübəni Azərbaycanda da eləyəcəklər və Azərbaycanı xaosa və qan gölünə çevirəcəklər. Bugün isə Bəşər Əsədin devrilməsindən sonra hakimiyyətə gələn yeni Suriya hökuməti Türkiyə ilə ortaq hərəkət edir. Azərbaycana qarşı hər hansısa bir düşmənçiliyi yoxdur. Əksinə Azərbaycanla əlaqələri inkişaf etdirmək istəyir və Suriyanın neft-qaz bölgələrinin Azərbaycan tərəfindən idarə olunmasını, SOCAR tərəfindən, Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən idarə olunmasını istəyir. Bütün bunları nəzərə alanda və digər tərəfdən Türkiyə faktorunu da nəzərə alanda təbii ki, Azərbaycanın Suriya ilə əlaqələrinin inkişafı mühümdür və bir növ strateji zərurətdir. Dostlar, həmçinin bir məsələni mən xüsusi qeyd etmək istəyirəm. Bugün Qarabağın işğaldan azad olunmasından sonra Azərbaycanın yeni bir stratejiyası var, yeni bir xarici siyasəti var. Azərbaycan Qarabağın işğaldan azad olunmasından sonra bölgədə regional güc olmağa çalışır. Çünki bizim daha öncə problemimiz Qarabağ məsələsi idi və Qarabağ problemi həll olunmadığına görə biz regionda hər hansısa bir aktiv siyasət izləyə bilmirdik, proseslərə hər hansısa
ciddi təsir göstərə bilmirdik. Çünki bizim Qarabağ kimi bir problemimiz var idi. Lakin Qarabağ probleminin həllindən sonra Azərbaycan yaxın şərqdə və ümumilikdə bölgədə ciddi aktiv siyasət izləyir. Azərbaycanın bu gün Suriyadakı fəaliyyəti, Suriya ilə əlaqələrin inkişafı da bu regional siyasətin bir tərkib hissəsidir.